26-cı il sülh prosesində çox şanslı bir il ola bilər və biz buna böyük ümidlər bəsləyirik. Elman müəllim, Azərbaycan Prezidenti İlham Əliyev cənabları Kopenhagendə bir sıra mühüm görüşlər keçirdi. Siz Nikol Paşinyanla olan görüşünü qeyd etdiniz. Eyni zamanda qeyd etmək istərdik ki, cənab Prezident orada Fransanın prezidenti ilə görüşdü, Ukraynanın prezidenti ilə görüşdü, İtaliya Nazirlər Şurasının sədri ilə olan görüş oldu, Avropa İttifaqı Şurasının prezidenti ilə görüşdü, Avropa Komissiyasının prezidenti ilə görüşdü və bir sıra görüşlər keçirildi. Xüsusi olaraq bu görüşlərdə hansı məsələlər müzakirə olundu? Könül xanım, haqlısınız. Cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci zirvə görüşü çərçivəsində çox strateji əhəmiyyət görüşləri olub. Adından da görünür ki, Avropa Siyasi Birliyi. Burada əsas tərəf Avropa İttifaqıdır. Avropa İttifaqı olmayan ölkələrdə dəvət alıblar. Amma əsas onun nüvəsində Avropa İttifaqı ölkələri dayanır. Və deməli, Avropa İttifaqı Avropa İttifaqının rəhbərliyi ilə keçirilən görüşlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və Antonio Costanın adını çəkmək istəyirəm. Bu Avropa Birliyində əsas vəzifəli şəxslərdən biridir. Avropa İttifaqı Şurasının prezidentidir. Antonio Costa, onunla keçirilən görüş. Və görüşdə ilk səsləndirdiyi fikir nə oldu? O oldu ki, cənab prezident İlham Əliyev, mən sizi təbrik edirəm. Vaşinqtonda qazandığınız tarixi uğurlar münasibəti ilə Ermənistan və Azərbaycan arasındakı sülh prosesində əldə edilmiş tarixi nailiyyətlər münasibətində sizi təbrik edirəm. Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşdü. Eyni yanaşma, eyni təbriklər. Yəni, Avropa liderləri də bugün çox məmnundular ki, Cənubi Qafqazda biz Avropanın tərkib hissəsiyik. Nəhayət ki, sülh gəlməkdədir və bu təkcə sözlər deyil, əməli addımlarla müşahidə olunur. Ursula von der Leyen də eyni mövqedən çıxış etdi. Azərbaycan prezidenti də təbriklər ünvanladı. Kimə? Moldovanın prezidentinə, Maria Sandu. Onu təbrik etdi ki, bəs partiyası, iqtidar partiyası Moldovada keçirilən parlament seçkilərində qalib gəlib və o deməkdir ki, bizim Moldova ilə də əlaqələrimizin inkişafı bundan sonra davam etdiriləcək və hakim partiya ilə bizim münasibətlərimiz həmişə yüksək səviyyədə olub və Azərbaycan Moldovadakı demokratik prosesləri hər zaman dəstəkləyir. Hətta biz GÜAM çərçivəsində də birlikdə olmuşuq və bir çox dəyərləri paylaşmışıq. Cənab Prezidentin mühüm görüşlərindən biri İtaliyanın baş naziri ilə oldu, Giorgia xanımla, Meloni ilə və onunla görüşün də xüsusi əhəmiyyəti var. Çünki Azərbaycan-İtaliya münasibətləri bu günləri özünün yüksək səviyyəsindədir. İtaliya prezidenti Mattarellanın Azərbaycana səfəri, yüksək səviyyədə danışıqlar, İtaliya-Azərbaycan Universitetinin açılması, bizim nəzərə alsaq ki, iqtisadi tərəfdaşlarımız içərisində İtaliya birinci yerdədir. İtaliyanın dünyadan aldığı neftin həcminə görə Azərbaycan birinci yerdədir. İtaliyanın dünyada aldığı qazın həcminə görə Azərbaycan ikinci yerdədir. Və bizim dediyim kimi ticarət dövriyyəsi də sürətlə inkişaf edir və fundamental məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür. İtaliyanın baş naziri də Azərbaycan prezidenti təbrik etdi ki, Cənubi Qafqaza sülh gəlir və bu istiqamətdə Vaşinqtonda tarixi uğurlara imza atmışsınız. Cənab Prezidentin bax, bu qeyd olunan görüşləri və digər görüşlərinin fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycanı qalib dövlət kimi dünya qəbul edir. Azərbaycan prezidentini müsəffər prezident kimi qarşılayırlar. Ona böyük beynəlxalq aləmdə etimad var, hörmət var və Azərbaycan prezidentini müharibədə qalib gəlmiş prezident kimi qəbul edirlər. İndi isə sülhü udan, sülhü qazanan prezident kimi qəbul edirlər. Çox gözəl bilirlər ki, bu sülhün də müəllifi Azərbaycandır, Azərbaycan prezidentidir və indi artıq doğrudan da beynəlxalq birliyin də dəstəyinin olacağı bir reallıqda və biz bunu Kopenhagendə bir daha gördük, əmin olduq. Avropa dövlətləri Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyirlər. Əldə edilmiş razılaşmadan məmnundular və bunu etiraf edirlər. Bəzən əks proses də gedir də, məsələn, müəyyən razılaşmalar var, amma beynəlxalq ictimaiyyət onu həzm edəməyə bilir. Beynəlxalq ictimaiyyətdə fərqli yanaşmalar var. Məsələn, Donald Trump'un Qəzza ilə bağlı 20 prinsipləri sürüb
Qəzza probleminin həlli ilə bağlı, Fələstin-İsrail münaqişəsinin onun nəticələrin aradan qaldırılması ilə bağlı. Amma dünya parçalanıb, ikiyə bölünüb. Bir qism ölkələr onu bəyənir, bir qism ölkələr bəyənmir, etiraz eləyir. Yəni kompromis yoxdur, hələ ki yoxdur. Gələcəyi bilmirəm necə olacaq. Bugün üçün yoxdur. Amma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı Vaşinqtonun vasitəçiliyi və mövqeyi beynəlxalq aləmdə də müsbət qarşılandı və real nəticələr də göz qabağındadır. Bütün bunların bir daha analiz etdikdən sonra bu qənaətə gəlməyə əsas var ki, 2026-cı ilin 7 iyun tarixində Ermənistandakı parlament seçkiləri keçiriləcək və bu parlament seçkilərində hakim partiyanın, yəni Paşinyan partiyasının qalib gəlmə şansı yüksəkdir. Niyə görə yüksəkdir? Çünki birincisi Paşinyan sülhdən danışır, sülh istiqamətində real addımlar atır və xalqla sülhü istəyir. O Paşinyan ki 2020-ci ildə biabırçı məğlub oldu, 2021-ci iyun ayında parlament seçkilərində məğlub dövlət başçısına xalq səs verdi. Ona görə yox ki, Paşinyan onlar üçün qəhrəman. Xeyr, qəhrəman deyildi, o məğlub olmuşdu. Amma xalq müharibə istəmirdi. Xalq müharibəyə yox dedi, sülhə hə dedi və Paşinyana səs verdi. İndi də Paşinyan sülhdən danışır. Yəni, hipotetik baxımdan gəlin təsəvvür eləyən ki, hakimiyyətə revanşistlər gəlirlər. Hesab edirəm ki, onun reallaşma faizi bugün sıfıra bərabərdir. Amma hipotetik baxımda hər şey olur da. Belə olan vəziyyətdə erməni xalqı yenə müharibə ilə üzbəyiz qalacaq. Müharibə ilə üzbəyiz qalmaq, Azərbaycanla müharibə ilə, bu Ermənistan üçün fəlakətdir. Fəlakətdir, çünki Azərbaycan son 5 il ərzində daha da güclü olub. Bizdə səfərbər olmuş cəmiyyət var, bizdə vətəndaş həmrəylik hökm sürür, bizim dünya səviyyəli liderimiz var. Bizim güclü iqtisadiyyatımız var, 5 milyard dollarlıq hərbi büdcəmiz var. Ermənistanda o 1,7 milyarddır dollardır və belə olan vəziyyətdə müharibə bu ən ağılsız bir qərardır və özünə sui-qəsdən başqa bir şey deyil. Erməni xalqı bunu gözəl bilir və Paşinyanın siyasətini dəstəkləyir, çünki o sülhə söykənib. Və bu baxımdan 7 iyun parlament seçkilərindən sonra Paşinyanın BMT-də səsləndirdiyi kimi onlar artıq referenduma gedib konstitusiyaya düzəlişlər yox, yeni konstitusiya qəbul etmək niyyətindədirlər. Və həmin konstitusiyada isə Azərbaycanın tələbi əksini tapacağı heç kəsdə şübhə oyatmır. Yəni Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina eləyir. Və bu yeni situasiya ola bilər, yeni səhifə açıla bilər münasibətlərimizdə və bunun ardınca isə doğrudan da sülh müqaviləsi imzalana bilər. Bu mümkündür, bu realdır.